Gədəbəydə döyülən oğlan bıçaqla tələbəyə xəsarət yetirib. Məlumata görə hadisə ötən il oktyabrın 3-də Gədəbəy rayon idman kompleksinin qarşısında baş verib. Belə ki, 2009-cu il təvəllüdlü rayon sakini Əsəd əvvəlcə köhnə bazarın arxasında tanışı Yusiflə mübahisə edib və aralarında dava düşüb. Bu zaman o döyülüb. Daha sonra Əsəd evə gedən zaman yolda Yusif və qardaşı Ruslanla yenidən qarşılaşıb. Burada da mübahisə davam edib və yenidən döyülüb, təhqir olunub. Bundan təsirlənən Əsəd yaxınlıqdakı marketdən mətbəx bıçağı alıb. Sonra onlara danışmaq üçün idman kompleksinin yanındakı parka çağırıb. Orada yenidən mübahisə yaranıb və Ruslan onu kəllə ilə vurub. Buna əsəbləşən Əsəd bıçağı çıxararaq Ruslanın qarın nahiyəsinə bir dəfə zərbə endirib. Gəncə Ağır Cinayətlər Məhkəməsinə keçirilən prosesdə Əsəd özünü təqsirli bilib, peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ziyanı tam ödədiyini deyib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 2 il sınaq müddəti olmaqla onun cəzasına şərt hesab edib.